Bu bürclər tezliklə göyün 7-ci qatında olacaq. Yəni həyatlarında elə bir yüksəliş və ruhi sakitlik dalğası gəlir ki, hər şey bir anda yerinə düşəcək. Şir, ulduzlar sənə parlaq şöhrət, sevgi və güc enerjisi göndərir. Ruhun yüksəlir, arzular reallığa çevrilir. Məsləhət, öz işığında gizlənmə, daha çox görün. Oğlaq, səbir və zəhmətin nəticəsini indi alırsan. Maddi və mənəvi yüksəliş qapıdadır. Məsləhət, gəldiyin zirvəni qorumaq üçün tək qalmaqdan qorxma. Balıq, dərin hisslərin səni ilahi enerjiyə yaxınlaşdırır. Gözlədiyin möcüzə sanki göydən enəcək. Məsləhət, sezgilərinə inan, onlar səni doğru yerə aparır. Əqrəb, ruhunun gücü artıb, istədiyin hər şeyi reallığa çevirə bilirsən. Transformasiya dövründəsən. Məsləhət, köhnəni burax, yeninin enerjisini qəbul et. Tərəzi, həyat balansın bərpa olur. Səma sənə ədalət və sevinc göndərir. Uğur enerjisi səninlədir. Məsləhət, ruhunun səsini dinlə, o səni işığa aparacaq. Bu bürclərin üzərində ilahi nur və təmiz enerji var. Çox yaxında arzuları səma qatlarında gerçəkləşəcək.